Hər kəsə salam. Nədənsə 3 gün ərzində bananlarım bu vəziyyətə düşdü və qərara gəldim ki, övladım üçün sağlam banan çörəyi hazırlayım. Lazım olan ərzaqlar 3 ədəd yetişmiş banan, 2 ədəd yumurta, 1 dolu stəkan istənilən un, mən qara çovdar unu istifadə etdim, yarım stəkan süd. İnək südü istifadə etmədiyim üçün yulaf südü əlavə edirəm. 3 xörək qaşığı əridilmiş kərə yağı, yağ seçiminizi zövqünüzə görə edə bilərsiniz. 1 ovuc fındıq və ya istənilən çərəz, yarım çay qaşığı darçın zövqə görə. Az miqdarda 1 çay qaşığı ölçüsündə qabartma tozu və vanil. Bananları soyub boşqaba əlavə edib çəngəl vasitəsilə yaxşıca əzirəm. Püre halına gətirdikdən sonra 2 ədəd yumurtanı əlavə edirəm. Yaxşıca qarışdırıb, yarım stəkan süd, 3 xörək qaşığı əridilmiş yağı, və 1 dolu stəkan seçdiyimiz unu əlavə edib qarışdırırıq. Yarım çay qaşığı darçın, qabartma tozu və vanil əlavə edirəm. Mən adətən uşaq üçün hazırladığım atışdırmalıqlarda vanil və qabartma tozunun miqdarını az istifadə edirəm. Çərəzləri istədiyiniz ölçüdə xırdalaya bilərsiniz. Bu sizin övladınızın yaş dövründən asılıdır. Əgər boğazında qalmasından ehtiyat edirsinizsə, o zaman çərəzi həddindən artıq xırda formada üyüdüb və ya heç əlavə etməyə də bilərsiniz. Bu tamamilə zövq məsələsidir. Məhlulu yaxşıca qarışdırırıq. Çörək üçün istədiyiniz formanı seçə bilərsiniz. Mənim əlimin altında bu olduğu üçün bunu seçdim. Tavanı yağlıya və ya yağlı kağızdan istifadə edə bilərsiniz. Bəzək üçün üzərdə çərəz əlavə edirəm. Siz banan düzə və yaxud heç nə etməyə də bilərsiniz. Məndə sobada 180 dərəcədə 40 dəqiqəyə hazır oldu. Sizin sobanıza görə bu dəyişə bilər. Beləliklə banan çörəyimiz hazırdır. Həm sizə, həm övladınıza nuş olsun. Əgər video xoşunuza gəldisə bəyənməyi, daha maraqlı videolar görmək üçün isə kanalı izləməyi unutmayın.